qadınlara qəbirstanlığı ziyarət etmək icazəlidirmi? Yəni, qadınlar gedib qəbirstanlığı ziyarət edə bilərmi? Bu barədə 3 məşhur görüş var. Birinci görüş odur ki, qadınlara qəbirləri ziyarət etmək icazəlidir, mübahdır. Yəni, istəsə gedib ziyarət edə bilər. Və bu, bəzi hənəfilərin, bəzi maliklərin və bəzi şafirlərin görüşüdür. Hətta şafirlərdən bəziləri deyiblər ki, əgər fitnədən əmin olarsa, yəni getsə, əmin olsa ki, heç bir fitnə olmayacaq, bu zaman mübahdır, yəni gedə bilər. Və həmçinin bu görüş bəzi həmbəlilərin görüşüdür. İkinci görüş odur ki, təhrim, haramdır. Qadınlara qəbirstanlığı ziyarət etmək haramdır. Bu ikinci görüşdür. Bu görüşü bəzi hənəfilər və bəzi maliklər və bəzi həmbəlilər qeyd edib, yəni daha üstün görüb. Həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah tərcih edib ki, üstün, daha etibarlı görüş İbn Teymiyyə buyurur ki, daha səhih olan odur ki, qadınlara qəbirstanlığı ziyarət etmək haramdır. Bu ikinci görüşdür. Üçüncü görüş odur ki, qadınlara qəbirstanlığı ziyarət etmək məkruhdur, bəyənilmir. Və bu, bəzi maliklərin, şafirlərin və həmbəllərin görüşüdür. Allahu aləm, bu görüşlərin içərisində ən sahih, etibarlı, etimad olunan və daha üstün olan görüş ikinci görüşdür ki, qadınlara qəbirstanlığı ziyarət etmək haramdır. Necə ki, bunu Şeyxülislam İbn Teymiyyə rahimehullah tərcih edib. İxlasla.com saytı tərəfindən təqdim olundu.